350 ml süt, 2 xörək qaşığı şeker, 7 qram maya. Karıştırırıq. Mayanı əridirik. 1 çay qaşığı duz. 1 bütöv yumurta, 1 yumurtanın ağı. 650 qram un. Unumuzu az əlavə edirik. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. %80 qram kərə yağı. Yumuşaq, ələ yapışmayan xəmir olur. Xəmirimizi 50 dəqiqə dinləndiririk. Dinlənən xəmirimizi əlimizlə biraz öfkələyirik ki, maya iyi gəlməsin. Sonra 12 hissəyə ayırırıq. Kündələdikdən sonra bir kənara qoyuruq. İçliyimizi hazırlayana qədər dinlənsin. 100 qram qoz ləpəsi, 50 qram şəkər. İçliyimizi hazırlayırıq. Videoda göstərdiyim kimi kündələrimizi bir-bir götürüb əlimizlə yayırıq və içliyimizi əlavə edirik. Bütün kündələrimizə içlik qoyduqdan sonra üstündən əlimizlə biraz basırıq və sonra hər tərəfini bitki yağına batırırıq. Bütün kündələrimizi eyni qaydada etdikdən sonra bişirəcəyimiz qaba yığırıq. 15-20 dəqiqə dinləndiririk. 1 yumurtanın sarısı, 1 xörək qaşığı süt. Üzərini küncütlə bəzəyirik. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada bişiririk. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.